Rusiyalı milyarder, kriptovalyuta traderi Roman Novak ve həyat yoldaşı Anna Birləşmiş Ərəb Əmirliklərində kiraya götürdükləri villada qətlə yetiriliblər. Qafqaz İnfo xəbər verir ki, cütlük Birləşmiş Ərəb Əmirliyinin Hat şəhərində investorlarla görüş zamanı yoxa çıxıb. Onların sürücüsü Novak və həyat yoldaşını göl kənarındakı dayanacaqda düşürüb. Cütlük daha sonra başqa bir avtomobilə minərək ərazidən uzaqlaşıb və onlardan bir daha xəbər almaq mümkün olmayıb. Təxminən bir ay sonra polis onların cəsədlərini kiraya götürdükləri villada aşkarlayıb. Araşdırmalar nəticəsində məlum olub ki, Roman Novak milyardlarla dollar dəyərində olduğu ehtimal edilən kripto pul kisəsi üçün fidyə məqsədi ilə qaçırılıb. Hadisə ilə bağlı 8 nəfər saxlanılıb, onlardan 4-ü avtomobil və villanı icarəyə götürərək cütlüyü aldatmaqda ittiham olunur. Hazırda istintaq prosesi davam etdirilir.